Deməli, düzdür. Biz bunu indi əzbər öyrənə bilmərik. Yəni keçən dəfə yazdılar, nə bilim, yazdırmaq filan belə. Yazdırmaq mənim üçün fərqi yoxdur. Yəni mən 1 saat ərzində oturub yazdıracağam. O yazdırmaq sizə sərf eləməyəcək. Çünki yazmaqla elə ancaq elə başımız o yazmağa qarışacaq. Amma belə mövzunu müzakirə edəndə belə deyək ki, sual-cavab şəklində daha effektli olur. Mən suallar verəcəm. Xorla yox, orada əl qaldırma işarəsi var. Onu sıxacaqsınız və o formada kim cavab vermək istəyirsə cavab verəcək. Yoxsa hamı birdən açıb xorla elə mən qəbul eləmirəm. Deməli, biz dedik ki, mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunu 21 dekabr 2012-ci ildə qəbul olunmuşdur ki, 57 maddə 11 fəsildən ibarətdir. Ümumiyyətlə, elə bax, birinci mənə deyin görün, ümumiyyətlə, mədəniyyət nə deməkdir? Bu haqda istərdim, kim bilirsə, səsini açsın, cavab versin. Buyurun, Leyla xanım. Mədəniyyət, ədəbiyyat və incəsənət daxil olmaqla cəmiyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və emosional xüsusiyyətlərini müəyyənləşdirir. Yəni, yadımda belə qalıb. Ay, sağ olun. Bəs yaxşı, elə bir sual da verim sizə Leyla xanım. Bəs mədəniyyət sahəsində dövlət siyasəti deyəndə biz nə başa düşürük? Tarazlılıq var, orada bərabərlik var. Mədəniyyət sahəsində yox, onu demirəm. Sadəcə, mən demirəm, mədəniyyət sahəsində dövlət siyasətinin prinsiplərini soruşmuram. Sadəcə, ümumiyyətlə, mədəniyyət sahəsində dövlət... Mədəni irsin və mədəni sərvətlərinin qorunub saxlanması, yayılması, yaradılması, siz onu demək istəyirsiniz? Ay, sağ olun, düzdür. Mədəni irsi, mədəni sərvətlərin yaradılmasıdır, müəyyən edilməsidir, qorunmasıdır. Bunlar, deməli, nəzərdə tutulur. Yaxşı. Mən belə PDF belə gözücü baxanda, amma sizin dedikləriniz daha, yəni başıma batıb, sizin dediyiniz qaydalarla, yəni yadımda qalır. Bir də PDF-ə baxanda gözümün yaddaşı ilə saxlayıram mən onu. Lap yaxşı. Ümumiyyətlə, fərqi yoxdur. Necə yadda saxlayırsınız, saxlayın. Əsas bizə lazımdır ki, yadda saxlayın, yadınızda qalsın və belə deyək də, yəni əsas odur ki, onu yadda saxladığımızı da testlər üzərində tətbiq eləyək. Bizə bəzisində hələ o yeri oxumamışdım deyəni tapmamışam ki, amma bir yerdə ilişmişəm, onu sizə sual verəcəm, yəni ki, onu mən daha ətraflı izah edərsiniz. Hökmən, mütləq. Yaxşı, sonra gəldik bir sual da verim sizə və siz deyin görüm, belə deyək də, milli mədəni irs deyəndə nə başa düşür? Ümumiyyətlə, milli mədəni irs nə deməkdir? Milli mədəni irs dedikdə Azərbaycan xalqlarına məxsus olan universal dəyərlərə aid mədəniyyət nümunələri başa düşülür. O da iki yerə bölünür. Maddi və qeyri-maddi mədəni irs. Maddi irs dedikdə özü iki yerə bölünür. O, daşınar və daşınmaz. Daşınar adından məlum olduğu kimi sənədlərdir, etnoqrafiyalardır, kulinariyalardır, bədii elmi tədqiqat, incəsənət, rəsm. Daşınmaz isə məsələn memarlıq abidələridir, o dini məqbərələrdir, ocaqlardır, tarixi yerlərdir, parkdır. Çünki bunlar daşınmaz olaraq qalır da olduğu yerdə, belə deyək. Qeyri-maddi mədəni irs dedikdə isə şəxslərin, qrupları, cəmiyyətin mədəni irs nümunələri, bilik və bacarıqlarının yaradılması başa düşdüm, yəni belə. Bəli, yəni qeyri-maddi mədəni irsdə də müəyyən şəxslərin, qrupların, cəmiyyətlərin, yəni onlar özlərinin mədəni irs kimi qəbul etdikləri, belə deyək ki, mədəniyyət məkanları nəzərdə tutulur. Yaxşı, çox sağ olun. Sən indi geri dönüş edəcəm. Digər şəxslərlə davam eləyək. Burada deyirdi, deməli, mədəni sərvətlər. Bəs, Vəfa xanım, istərdim siz cavab verəsiniz. Mədəni sərvətlər nə deməkdir bəs? Mədəni sərvətlərə nələr daxildir? Demək, mədəni sərvətlərə daxildir. Üzr istəyirəm, deyə bilərəm. Bir də, yaxşı. Kim deyə bilər? Başqa bax? Daxildir. Deyil.
Mən bilirəm, amma əslində deyə bilmirəm. Yaxşı, Leyla xanım deyin. Müəllim, ideyalardır, əxlaq normalardır, dillərdir, ləhcələrdir, toponimlərdir, nəşriyyatdır, tarixi tikili məqbərələr. Belə başa düşdüm. Düz başa düşmüsünüz. Bəli, yəni mədəni sərvətlərdə də müəyyən folklor nümunələri ola bilər, müəyyən qoruqlar ola bilər, nə bilim arxeoloji kompleksi ola bilər, müxtəlif arxeoloji əşyalar ola bilər. Aydın, yəni bütün bunlar Dialektlər, ləhcələr, bəli, bütün bunlar da bəli, mədəni sərvətlərə daxildir. Yaxşı, bəs mənə kim məlumat verə bilər? Mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsipləri. Ümumiyyətlə, biz dedik ki, yəni mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsipi məhz Azərbaycan Respublikasının həm daxili və həm də xarici siyasətinin ayrılmaz hissəsidir. Yəni burada bu nə demək? Yəni biz bilirik ki, həm dövlətin belə daxili siyasəti var, həm xarici siyasət var. Ümumiyyətlə, bundan başqa deməli təhsillə bağlı siyasətdir. Ümumiyyətlə, mədəniyyət sahəsi ilə də bağlı o siyasi xətti var da dövlətin. Buyurun, Mətənət xanım, danışın. Səsinizi açın. Qaldırmışsınız da, səsinizi açın, danışın. Deyə bilərəm. Hamı səsini açmasın. Belə yox. Öyle hamı səsini açır. Orada da Duxnada falan da iş görürsünüz. Oradan da səslər gəlir, bura dərsə mane olur. Yəni elə eləməyin. Yəni yaxşı Elnur adı ilə qoşulan, bilmirəm, bəydir yoxsa xanımdır, o danışsın. Yaxşı, kim istəyir danışsın? Düşə bilərəm. Buyurun. Axşamınız xeyir müəllim. Mən səsi aça bilmirdim, ona görə üzr istəyirəm. Olar cavab verim. Buyurun, danışın. Dövlət siyasətinin əsas prinsipləri haqqında. Deməli, Azərbaycan mədəniyyətində dövlət siyasətinin əsas prinsipləri bundan ibarətdir ki, tarazlılıq, bərabərlik, demokratiklik, humanistlik, daha sonra inteqrasiya, dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, varislik və istedad amili daxildir. O dövlət siyasətinin əsas prinsipləri demədim. Mən dedim ki, mədəniyyət sahəsində dövlət siyasətinin əsas istiqamətləri haqqında danışın. İstiqamətlər ayrıdır, prinsiplər ayrıdır, Mətənət xanım. Əsas istiqamətləri deməli yaradıcı şəxslərə dəstək, daha sonra yadımda qalan mədəniyyət sahəsinin idarə olunması, bu sahədə fəaliyyətin əlaqələndirilməsi, sonra mədəni sərvətlərin qorunması, artırılması, onların mühafizəsi, daha sonra xarici siyasətin başqa nə idi yadımda qalan? Yəni bunlar yadımda qalıb. Yaxşı. Başqa kim məlumat verə bilər bu haqda? Daha ətraflı. Danışıb bitirənlər xahiş edirəm, səsini bağlasın. Elnur adı ilə qoşulan xahiş edirəm, səsinizi bağlayın. Sağ olun. İndi kim məlumat verə bilər? Azərbaycan Respublikasının dövlət mədəniyyət siyasətinin əsas istiqamətləri nədən ibarətdir? Buyurun, Leyla xanım, danışın. Buyurun, Gülzar xanım, danışın. Mən deyə bilərəm, Hüseyn müəllim. Əlbəttə, olar, buyurun. Mədəni sərvətlərin qorunması və artırılması, sonra bəlkə dövlət və özəl mədəniyyət müəssisələrində qorunması və onların yaradıcılıq fəaliyyətləri. Ekoloji, bioloji turizmlərdə inkişaf etdirilməsi,
Hmm. Bəli, yəni mədəni, ekoloji, bioloji idman turizminin inkişaf etdirilməsi idi. Həmçinin belə deyək də, bu mədəniyyət sahəsində fəaliyyət göstərən müxtəlif yaradıcı şəxslər var. Dövlət, özəl, bələdiyyə mədəniyyət təsisatları var. Onların qorunmasıdır. Sonra mədəniyyət sahəsində ixtisaslı kadrların hazırlanmasıdır. Aydındır. Sonra mədəni sərvətlərin qorunmasıdır. Sonra bu görkəmli mədəniyyət xadimləri vardı ki, onların xatirəsinin belə deyək ki, əbədiləşdirilməsi var. Ümumiyyətlə belə deyim də, yenə edirəm. Yəni mədəniyyət sahəsində dövlətin əsas bir belirlədiyi yol var. Bir belirlədiyi bir siyasət var ki, məhz dövlət siyasətinin əsas istiqaməti olaraq məhz mədəniyyət sahəsində məhz bundan belə deyək ki, məlumat verilir. Yaxşı, sonra biz gəlirik, elə bayaqları deməli, Mətanət xanım bir qədər dedi, mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsiplərinə. Yəni, biz 10 dənə prinsip dedik. Bu prinsiplər haqqında mən istərdim ətraflı şəkildə məlumat verəz. Ümumiyyətlə, hansı prinsiplər daxildir? Yəni, hər prinsipin sonra özünə məxsus xüsusiyyətləri var. Onlar nədən ibarətdir? Buyurun, Zəfər xanım, danışın. Deməli, mədəniyyət sahəsində dövlət siyasətinin 10 dənə prinsipləri var. Bunlar tarazlılıq, bərabərlik, demokratiklik. Bunların açıqlamasını da deyim mi? Mütləq. Deməli, mədəniyyət sahəsində tarazlılıq mədəniyyət sənayesi ilə mədəniyyət məhsullarının, onların xidmətlərinin bazarları arasında balans yaratmaqdır. Sonra mədəniyyət cəmiyyətlərinin fəaliyyətini, onların arasındakı əlaqəni inkişaf etdirməkdir. Sonra gəlir bərabərlik prinsipi. Burada isə deməli, hər bir dövlətin öz mədəniyyət və yaradıcılıq hüquqlarının, imkanlarının bərabər şəkillər əsasında həyata keçirilməlidir. Təmin olunmalıdır. Sonra gəlir demokratiklik. Demokratiklik prinsipi isə əhalinin azad düşüncəsində tərbiyə edilməsi, sonra mədəniyyət sahəsinin ictimai əsaslarla təşkili, onun idarə edilməsi, hüquqlarının, azadlıqlarının daha da geniş olması. Sonra gəlir humanistlik. Humanistlik isə dünyəvi dəyərlərin, azad inkişafın, insan hüquqlarının, yəni hər bir şeyə humanist şəkildə yanaşmaq nəzərdə tutulur. İnsanlara qayğıdır, hörmətdir, davranarkən insanlara humanist şəkildə davranmaqdır. Sonra isə inteqrasiya gəlir. Burada isə dünya mədəniyyətlərinə artıq bizim inteqrasiyamız nəzərdə tutulur. Mən başa düşdüyüm qədərilə. Sonra, yəni dünya mədəniyyətlərində başqa bir mədəniyyət varsa, onların bizə gətirilməsi, bizim mədəniyyətin onlara inteqrasiya olması. Sonra isə gəlir dünyəvilik. Dünyəvi dəyərlərin yaranması, onların inkişaf etdirilməsi, inkişafının təmin olunması. Sonra gəlir keyfiyyətlilik. Keyfiyyətlilik nədir? Mədəniyyət sahəsində xidmətlərin ən qabaqcıl standartlara çatdırılması, keyfiyyətinin artırılması, sosial tələblərinin dövlət maraqlarına uyğun olaraq təmin olunması. Yəni keyfiyyətli bir şəkildə olmasıdır. Sonra gəlir səmərəlilik. Səmərəlilik mədəniyyət sahəsində yaradıcılığın bunu deyə bilmirəm. İnkişaf etməsi. Yəni daha faydalı metodlarla təşkili. Necə metodlarla işləmək? Faydalı metodlarla, səmərəli metodlarla təşkil edilməsi. Sonra isə gəlir varislik. Bu da adından məlum olduğu kimi mədəni sərvətlərin, biliklərin qorunub saxlanıb nəsillərə ötürülməsidir ki, onlara varis qalsın, miras olaraq qalsın. Sonra gəlir istedad amili. Burada isə daha fitri istedadı olan insanlar ki olur,
onları xüsusi qayğı ilə irəli çəkmək, onların yaradıcılıqlarına önəm vermək ki, onlar itib batıb getməsinlər. Məsəl üçün, muğam yaradıcılıqları gecələri keçirilir, müsabiqələr. Onlarla o hansı ki, başa düşdüyüm qədərlə o kənddə, ucqar yerlərdə olan ki, qəşəng səsi var və yaxud da bir əl işləri var. Onları ki, necə çəkib üzə gətirib çıxardırlar. Yəqin ki, istedad amili mən başa düşdüyüm qədərilə budur ki, onlar batıb getməsin. Kiminsə qəşəng səsi var, əl işi var, qabiliyyəti var, amma gələ bilmir, imkanı yoxdur. Onu dövlət və yaxud da mədəniyyət işçiləri tapıb gətirib üzə çıxardırlar. Mən belə başa düşürəm. Düzdür. Bəs yaxşı, çox sağ olun. Sonra biz öyrənirik mədəniyyət sahəsində dövlətin vəzifələri. Yəni bax dövlətin siyasətin əsas prinsipləri ayrıdır. Azəfə xanım sağ olsun məlumat verdi və dövlətin vəzifələri. Yəni burada vəzifə mən keçən dəfə sizə izah eləyəndə demişdim ki, bir var hüquq, bir var vəzifə. Hüququ qoyuruq kənara. Vəzifə nədir? Yəni vəzifə də belə deyək də dövlətin mütləq mədəniyyət sahəsində görməli olduğu işlər. Yəni mütləq yəni dövlətin vəzifələridir ki, yəni borcu da belə deyək də borcu, doğru dilə desək. Borcudur ki, bəs bu xətlə, bu prinsiplə hərəkət eləsin. Yaxşı, mənə kim məlumat verə bilər? Ümumiyyətlə ümumi olaraq bizə mədəniyyət sahəsində dövlətin vəzifələri haqqında kim danışa bilər? Dövlətin biraz aktiv olaq, zəhmət olmasa. Cavab verməyənlər də versin. Buyurun, kim? Vaxt gedir. Biraz fəal olun. Dövlətin vəzifələri haqqında kim danışa bilər? Mədəniyyət sahəsində, yəni dövlətin etməli olduğu işlər nədən ibarətdir? Vəzifələri nədən ibarətdir? Buyurun, Leyla xanım danışa bilərsiniz? Üzr istəyirəm, birdən sual verim. Mən orada testdə elə bir sual vardı. Orada gəldim, mən ilişdim. Onun məlumatını bilmək istəyərdim, yəni. Dövlətin vəzifələri nədən ibarətdir? Hə, yəni mən o testdə də düşmüşdü, səhv eləmirəmsə. O şey mənə çatmadı. Dedim ki, dərsdə müəllimə mən o sual verirəm, təkrardan başa salar. O yəni mənim yadımda. Dövlətin vəzifələri mən dedim axı, dövlət yəni mütləq mədəniyyət sahəsində hansı işləri görməlidirsə, bu dövlətin vəzifəsidir. İndi hansılardır? Bu mədəniyyət sahəsində dövlət siyasətini formalaşdırmalıdır. Mütləq, yəni dövlət siyasəti formalaşmalıdır ki, mədəniyyət sahəsində bu mədəni təsisatlar yaradılsın. Nə bilim deyək ki, kitabxanaların iş prinsipidir. Nə bilim deyək ki, müxtəlif mədəniyyət mərkəzlərinin iş prinsipidir və s. Sonra ümumiyyətlə mədəniyyətlə bağlı normativ aktların qəbul edilməsi, dövlət proqramlarının qəbul edilməsi, tədbirlər planlarının, strategiyaların, konsepsiyaların keçirilməsi, qəbul edilməsi. Yəni bu dövlətin borcudur. Mütləq yəni dövlət bunu etməlidir. Sonra məsələn orada var idi belə deyək də yəni hər hansı bir şəxslərin belə deyək də dünya mədəniyyət nümunələrinə, Azərbaycan mədəniyyət nümunələrinə yenilənmələri üçün müəyyən sosial əhəmiyyətli tədbirlərin təşkil edilməsi. Yəni sosial əhəmiyyətli tədbirlər ona görə vacibdir ki, yəni dövlətin borcudur ki, bu sosial əhəmiyyətli tədbirləri həyata keçirsin və insanlar da neynəsin? Yəni həmin o mədəni sərvətlərə yiyələnsinlər. Həmçinin milli mədəniyyətin bərpa edilməsidir, milli mədəniyyətin qorunmasıdır, milli mədəniyyətin inkişafıdır. Yəni buna yönəlmiş tədbirlərin təşkil edilməsi. Yəni belə deyək, yəni vəzifə o demək ki, yəni doğru dildə desək, vəzifə bizim boynumuzun borcu, yəni şəxs olaraq. Yəni dövlətin də borcudur. Dövlət yəni mütləq bunları etməlidir. Amma hüquq deyəndə, hüquq belədir ki, məsələn, hüquqdan biz istifadə edə də bilərik, etməyə də bilərik. Amma mədəniyyət, mütləq mədəniyyəti biz vəzifəni yerinə yetirməliyik.
Aydındır. Həmçinin məsəl üçün dövlətin vəzifələrindən biri odur ki, məsəl üçün mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, sonra təcrübə mübadiləsinin aparılması, yəni dövlətin borcudur da belə deyək. Yəni əgər biz istəyirik ki, Azərbaycan mədəniyyətini dünya tanısın, ona görə müxtəlif dövlətlərlə biz beynəlxalq əməkdaşlıq eləməliyik. Məsəl üçün görmüsən deyək ki, Azərbaycanın hər hansı bir xalq artistləri, nə bilim mədəniyyət nümayəndələri gedir, məsəl üçün xarici səfərlərə gedir və ya onu deməyək. Deyək ki, məsəl üçün hər hansı bir xarici qonaqlar Bakıya, Azərbaycana rəsmi səfərə gəlir, hər hansı bir kitabxana, nə bilim deyək ki, Axundov adına Milli Kitabxanada olurlar, nə bilim Firidun bəy Köçərli adına Uşaq kitabxanasında olurlar, xarici əməkdaşlar, qonaqlar. Gözən gətirirlər onları ora. Yəni burada əsas məqsəd nədir? Bunu tanıdılmaqdır. Sonra məsəl üçün deyək ki, gözən xarici qonaqlar gəlir, onları aparırlar Şuşaya, nə bilim Laçına, Füzuliyə və oradan belə deyək də tarixi mədəniyyət abidələrini onları tanış edirlər. Yəni burada dövlətin bu vəzifəsidir bu, yəni əməkdaşlıq etmək. Sonra həmçinin beynəlxalq tədbirlər zamanı Azərbaycan mədəniyyətinin təqdim edilməsi, müxtəlif tədbirlərin görülməsi, həmçinin mədəniyyət fəaliyyətində beynəlxalq təşkilatlardır, müəyyən qurumların iştirakının dəstəklənməsidir. Sonra belə deyək, milli mədəniyyətin bütün sahələrində o zəruri infrastrukturun, şəraitin, maddi texniki bazanın yaradılmasıdır, inkişaf etdirilməsidir. Sonra xarici dövlətlərdə mədəniyyət tədbirlərinin bəyanlı keçirilməsidir. Həmçinin xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılmasıdır. Sonra xarici dövlətlərdə Azərbaycan mədəniyyət tədbirlərinin keçirilməsidir. Ümumiyyətlə dövlətin əsas vəzifələr olaraq məhz bunlar əsas öncəliklər kimi sayılır. Mədəniyyət sahəsində dövlətin vəzifələrində ümumiyyətlə bu orada mədəni irsdir, maddi və qeyri-mədəni irsin bu sahələrin təşviqidir, incəsənət fəaliyyətidir, xalq yaradıcılığıdır. Burada məsəl üçün nəşriyyatdır, nə bilim kitabxana ola bilər, memarlıq ola bilər və s. Yəni bu sahələr üzrə də belə deyək də mədəniyyətin təşviqi əsas belə deyək ki, prioritet sahələrdən hesab olunur. Həmçinin sonra biz öyrəndik mədəniyyət haqqında Azərbaycan qanununda belə mədəniyyət sahəsində vətəndaşların hüquq və azadlıqları. Məsələn burada hüquq və azadlıqların təminatı var, mədəni həyatda iştirak etmək hüququ var, həmçinin yaradıcılıq azadlığı var, sonra mədəni özünə məxsusluq hüququ var, mədəniyyət sahəsində mülkiyyət hüququ var. Bu haqda kim məlumat verə bilər? Səsini açsın, zəhmət olmasa məlumat versin bizə. Hüseyin müəllim, çox üzr istəyirəm. Sizə bir sualım var. Bu mədəniyyət sahəsində dövlətin vəzifələri haqqında. Buradakı birinci maddə var. Burada deyir, mədəniyyət sahəsində dövlət siyasətinin formalaşdırılması, həyata keçirilməsi, bunu başa düşdüm. Deyir, o cümlədən sahə üzrə normativ hüquqi aktların, standartların, dövlət proqramlarının, bunların qəbul edilməsi. Qəbul etmək deyəndə, yəni bunlar işləyib hazırlayırlar, yoxsa necə qəbul edirlər? Dövlət qəbul edir. Deyir ki, mədəniyyət sahəsində dövlət müxtəlif normalar, qərarlar, aktlar qəbul edir. Yəni ümumi mədəniyyət sahəsindən söhbət gedir. Hər hansı bir strategiyanın qəbul edilməsi. Onu yəni dövlət deyək ki, Milli Məclisdə səsə qoyulur. Məsələn, deyək ki, mədəniyyət haqqında qanun. O səs çoxluğu ilə bu qanun qəbul edilir. Və yaxud deyək ki, məsəl üçün səsə qoyula bilər, nə bilim, kitabxanalar haqqında qanun əlavə və dəyişikliyə. O həmin qanuna dəyişiklik edə bilərlər. Yəni burada əsas dövlətin həyata keçirdiyi bu prinsipdən söhbət gedir. Yəni onu dövlət həyata keçirir. Aydındır, çox sağ olun. Bəli, siz də sağ olun. Mədəniyyət sahəsində əsas insan vətəndaş hüquq və azadlıqları, bunlar haqqında kim məlumat verə bilər? Yəni burada nə deyilir? Yəni deyilir ki, hər kəsin mədəniyyət sahəsində hüquq və azadlıqları var da. Yəni dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, sosial mənşəyindən. Buyurun Vəfa xanım,
Cavab vermək istəyirsiniz? Deməli, dövlət sahəsində hüquq və azadlığın təmin edilməsi nədir? Burada fərq eləmir dilindən, irqindən, nə bilim, cinsindən, siyasi əqidəsindən, heç milliyyətindən, yəni bizim torpağımızda yaşayan sadəcə Azərbaycan xalqı yaşamır ki, o dinlər var, ləzgilər var, başqa xalqlar da var. Onun hər birinin öz hüquq və azadlıqlarını, öz sözlərini deyə bilməsini həyata keçirməlidir. Onu təmin etməlidir dövlət. Yəni mən belə başa düşmüşəm. Bütün sağlamlıq imkanlarından, nə bilim, ictimai imkanlardan hamısından istifadə edə bilməlidir. Məsəl üçün bizdə sadəcə Azərbaycanda dini cəhətdən məscidə gedirik, amma o biri xalqların kilsələri var, nə bilim, başqa yerləri var. Onun hamısının onlar azad şəkildə ora gedib öz ibadətlərini edə bilsin, öz dillərini qoruyub saxlaya bilsin ki, bunu dövlət həyata keçirməlidir. Mən başa düşdüyüm qədərilə. Mədəniyyət sahəsində sonra dövlət tərəfindən bərabərlikləri təmin etməlidir. Onların milli azadlıqlarını, mədəniyyətlərinin yenə hüquqlarını qoruyub təmin etməlidir. Ay sağ olun, düzdür. Həmçinin buyurun, davam eləyin, buyurun. Sonra dövlət ərazisindəki yaşayan xalqlar var, onların milli azlıqlar var, onların öz mədəniyyətlərini qorumaq istəyir. Məsəl üçün birinin öz keçmişdə kitabımı olubdu, sonra dinimi olubdu, bir abidəsimi olubdu. Onları bərpa etməkdirsə, məsəl üçün xarab olan milli abidələr necə ki, restavrasiya edib bərpa edirik, onlarınkini də bərpa etmək üçün, sonra gücləndirmək üçün, onların da özlərini inkişaf elətdirə bilməsi üçün onlara təminat yaratmalıdır, onları təmin etməlidir. O hüququ, azadlığı dövlət təmin etməlidir onlar üçün. Ay sağ olun. Sonra məsəl üçün orada var idi xaricdə mədəniyyət fəaliyyəti hüququ. Bəs burada nə deyilirdi? Mən xaricdə mədəniyyət hüququn fəaliyyət hüququ isə Azərbaycan vətəndaşları qanun və uyğun qrup deyə bilməyəcəm. Bu tərəfdar çıxdığı, Azərbaycanlılar ki, bu tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq onlar mədəni fəaliyyətlə məşğul ola bilərlər. Əslində bunu mən tam başa düşməmişəm bu bəndi. Mən izah eləyəcəm sizə. Danışın, mən izah eləyəcəm. Olmasa. Yəni ona görə tam danışa bilməyəcəm. Belə deyək də, xaricdə mədəniyyət fəaliyyəti hüququ haqqında nə deyilir? Məsələn, qeyd olunur ki, burada məhz Azərbaycan Respublikasının vətəndaşları bu qanuna, yəni bu mədəniyyət haqqında qanuna və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xaricdə mədəniyyət fəaliyyətlə məşğul ola bilərlər. Yəni, bu deməkdir ki, həm mədəniyyət haqqında qanuna görə və həm də ola bilər ki, Azərbaycan Respublikasının hər hansı bir dövlətlərlə bağladığı mədəniyyət sahəsində bağladığı beynəlxalq müqavilələrə görə gedib xaricdə mədəniyyət fəaliyyətlə məşğul ola bilər. Yəni, deyək ki, Vəfa xanım olaraq, məsələn, deyək ki, Azərbaycanla İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlıq yaradılır və mədəniyyət sahəsində bir 100 nəfər, 150 nəfər şəxs məsəl üçün göndərilir İtaliyada, orada müəyyən mədəniyyət fəaliyyətlə məşğul olur. Nə bilim, deyək ki, konsertlərin verilməsidir və yaxud deyək ki, orada məsəl üçün müəyyən bir kitabxana açarlar, kitabxana fəaliyyətinə məşğul olmaqdır, məsəl üçün deyirəm də, və yaxud hər hansı bir sərgilər ola bilər mədəniyyət sahəsində də, belə deyək də, yəni Azərbaycanı siz orada təmsil edə bilərsiniz, aydındır. Yəni bu mədəniyyət haqqında dövlət təmin edir də, eləmi? Əlbəttə, bəli, dövlət təmin edir. Bəli, görürsünüz, yəni qeyd olunur ki, bu proseslər, bu məsələlər hamısı, belə deyək ki, bu qanunun özü ilə və həm də deməli, mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunu və beynəlxalq müqavilələrlə tənzimlənir. Yoxsa belə göydən düşmə bir şey deyil ki, yəni bunu kim istədiyi kimi hansı formada istəyir bunu tənzimləsin. Həmçinin orada qeyd olunur ki, belə deyək ki, Azərbaycan Respublikası öz vətəndaşlarına məhz xaricdə mədəniyyət fəaliyyətə məşğul olmasına dəstək göstərir. Bəli, ola bilər ki, hər hansı bir hüquqi və fiziki şəxslərdir.
deyək ki, xarici dövlətdə hər hansı bir mədəniyyət fəaliyyəti ilə məşğul olmaq istəyər və buna da təbii ki, qanunvericilik əgər çərçivəsində bu işlər, bu prinsiplər yerinə yetirilirsə, dövlət buna dəstək göstərə bilər. Həmçinin ola bilər ki, bu məsələn xarici dövlətlərdə, yəni Azərbaycan Respublikasının vətəndaşlarının xarici dövlətlərdə mədəniyyət fəaliyyəti həm fərdi qaydada həyata keçirilə bilər, həm müəyyən təşkilatlar vasitəsilə həyata keçirilə bilər, həm də belə deyək ki, o hər hansı bir ölkədə ki, mədəniyyət fəaliyyətlə məşğul olacaq, yəni onların qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək və bütün bunlar da məhz belə deyək ki, qanunvericiliyə uyğun olaraq prosedur qaydalar həyata keçirilir. Sonra gəlirik mədəniyyət sahəsində mülkiyyət hüququna. Bəs yaxşı, mədəniyyət sahəsində mülkiyyət hüququ deyəndə biz nə başa düşürük? Ümumiyyətlə, burada hansı məsələlərdən, hansı proseslərdən söhbət açılır? Ümumiyyətlə, nə deməkdir, yəni mədəniyyət sahəsində mülkiyyət hüququ? Bu haqda istərdim məlumat verəsiniz. Deyə bilərəm. Deyin. Deməli, Azərbaycan Respublikası mədəniyyət mülkiyyət hüququndan asılı olaraq dövlət tərəfindən qorunur. Qiymətli daşqaş əşyaları belə deyim də, miqdarı hesablanır. Məsələn, 5.000-dən artıqdırsa, o nəqdsiz hesab olunur. Ümumiyyətlə, Leyla xanım, siz mülkiyyət hüququnu necə başa düşürsünüz? Nə deməkdir bu mədəniyyət sahəsində mülkiyyət hüququ? Belə deyim də, mədəniyyət hüquqlarının dövlət tərəfindən elə bir ki, belə deyim də, izlənilməsi dövlət tərəfindən qorunur. Yəni, elə başa düşdüm. Yaxşı. Başqa kim necə başa düşübsə, buyursun, izah eləsin. Kimin sözü varsa, buyursun. Mən deyə bilərəm, müəllim. Buyurun, deyin. Mən bunu belə başa düşürəm ki, mülkiyyət hüququ, məsəl üçün, elə bir bizim tarixi şəxsiyyətlərimiz olur və yaxud da elə bir dövlət mülkiyyəti olur ki, o kiminsə, məsəl üçün, ev muzeyləri var. Bəxtiyar Vahabzadənin Şəkidə, mən Şəkidə yaşayıram, ev muzeyi var. O mülkiyyət olaraq onun ailəsi o ev muzeyini qoruyub saxlayır, amma o yenə də dövlətin balansındadır, amma ailəsindən də alınmır. Yəni, dövlət ona şərait yaradır ki, o mülkiyyəti qoruyub saxlaya bilsin. Tutub əlindən almır ki, nə olsun Bəxtiyar Vahabzadə mənimkidir. Deyir, hə, atanınkidir, saxla. Düzdür. Mən elə başa düşdüm bu bəndi. Düzdür. Ümumiyyətlə, belə deyək də, yəni hər kəsin mədəniyyət sahəsində mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Düzdür. Yəni, siz dediyiniz o, belə deyək də, mədəniyyət təsisatı var ki, həmçinin dediyiniz o Bəxtiyar Vahabzadənin ev muzeyi və yaxud digər məsələlər olsun da. Yəni, bəli, yəni bunlar mülkiyyət olaraq məhz dövlət tərəfindən əsas qorunan, belə deyək ki, obyektlər siyahısına daxildir də və bunlar da belə deyək ki, yəni burada da hər kəsin, belə deyək ki, istər Azərbaycan Respublikasının fiziki şəxslər, hüquqi şəxslər fərqi yoxdur. Bunlar həyata keçirilir. Sonra biz öyrəndik mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunundan, belə deyək də, orada var idi ki, mədəniyyət müəssisələrinə və mədəni sərvətlərdən istifadə etmək hüququ. Ümumiyyətlə, yəni biz həmin o maddədə öyrəndik ki, Azərbaycan Respublikasında yəni mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququ dövlət tərəfindən qorunur. Bəs yaxşı, ümumiyyətlə mədəniyyət müəssisələrinə və mədəni sərvətlərdən istifadə etmək hüququmuzu, yəni istifadə hüququ. Bu necə tənzimlənir? Ümumiyyətlə, burada hansı proseslər haqqında söhbət açılır? Ümumiyyətlə, bu maddə haqqında istərdim kim necə başa düşürsə, elə də zəhmət olmasa məlumat versin. Buyurun. Burada da nə deyilir? Burada deyir ki, belə deyək də, yəni
Yəni dövlət tərəfindən belə deyək də milli mədəniyyətin dünya mədəniyyətinə inteqrasiyası ola bilər. Həmçinin belə deyək ki, mədəniyyətlərarası dialoqların inkişafı ola bilər. Yəni müvafiq layihələr həyata keçirilir. Sonra məsəl üçün az təminatlı əhalidir, əlilliyi olan şəxslərdir, müharibə iştirakçılarıdır. Yəni onlar mədəni sərvətlərdən güzəştli istifadə hüquqları təmin edilir. Həmçinin iqtisadi, sosial, hüquqi, elmi texniki, müasir texnologiyalardan, yəni və bunlardan istifadələr hüquqları və müxtəlif layihələrin həyata keçirilməsi təmin edilir. Kim danışa bilər? Kim içərini qaldıram, danışsın. Buyurun. Mən idim qaldıran. Demək, Buyurun. onlar mən başa düşdüyüm kimi deyim budur. Buyurun. Və mən buradan belə başa düşürəm ki, məsəl üçün hər hansı bir mədəniyyət müəssisəsi ki var, əgər o hansısa bir layihəsi varsa, dövlət ona dəstək duraraq onun dünya mədəniyyətinə inteqrasiyasını həyata keçirir. Sonra onları təmin edir, onlara dəstək duraraq təmin edir. Məsəl üçün, mənim bir layihəm var, amma öz gücümdə deyil, icazəm yoxdur. Dövlət onu təmin edir ki, mən onu dünyaya inteqrasiya edim, dünyaya nümayiş etdirim. Bəli. Sonra buradakı var insanların mədəniyyət sahələrindən istifadəsi. Məsəl üçün, biz kitabxana olaraq burada əlil insanlar var ki, nə bilim, sağlamlıq imkanları az olan yaşlılar, biz onlara evlərdə fəaliyyət göstəririk. Bu mədəniyyət sahəsinin kitabxana bölməsində biz çalışırıq ki, onlara lazım olan kitabları, qayğıları göstərək. Məsəl üçün, adi şəhid ailələrinə çalışırıq ki, qayğı göstərək. Bütün bu sərvətlərdən istifadəni sadəcə kitabxanaya gələ bilənlər istifadə etmir. Dövlət elə bir layihə həyata keçirir ki, elə bir qanun qoyur ki, biz onları əli çatmayanlara da çatdıra bilək. Yəqin ki, bütün sahələrdə belədir. Yəni, belə başa düşdüm. Düzdür. Bunun izahından sonra maddə 13-ə qaydarsınız da zəhmət olmasa. Yaxşı. Deyin görək, 13-də nəyə başa düşmədiniz, izah eləyək. 13-də sadəcə bir dənə bənddir. Bu deyir, Azərbaycan Respublikasında hər bir şəxs bu qanunun 20.2-ci maddəsinə uyğun olaraq mədəniyyət sahəsində sahibkarlıq fəaliyyətlə məşğul ola bilər. Mədəniyyət sahəsində sahibkarlıq fəaliyyəti deyəndə biz nəyə başa düşürük? Mədəniyyət sahəsində izah edeyim. Mədəniyyət sahəsində sahibkarlıq fəaliyyəti deyəndə bu, belə deyim də, biraz ətraflı izah verim. Ümumiyyətlə, sahibkarlıq fəaliyyəti deyəndə biz fikirləşək sahibkar. Sahibkar kim? Yəni müəyyən bir obyekti olan, nə bilim bir marketi olan filan. Bu ilk ağlımıza bu gəlir də. Yəni sahibkar. Nədənsə pul qazanmaq. Və mədəniyyət sahəsində sahibkarlıq hüququ da var. Yəni bu deməkdir ki, deyək ki, müəyyən mədəniyyət mərkəzləri ola bilər. Nə bilim kitabxana ola bilər. Mədəniyyət kitabxanadır. Deyək ki, bax dövlət hüquq verir ki, hər hansı bir kitabxanaya, belə deyək də, o kitabxananın nəzdində ödənişli əsaslarla sərgilər keçirilsin. Məsəl üçün, deyək ki, müxtəlif, belə deyək ki, ödənişli sərgilər olsun. Və həmin o sərgilərdən gələn pul ki var, o pulu da demir, o kitabxananın müdiriyyəti qoysun cibinə xərcləsin. Yox. Yəni, sahibkarlıq fəaliyyətini hər bir mədəniyyət təsisatına dövlət verir. Hər hansı bir muzey də ola bilər. Mən kitabxana misal çəkdim də burada. Və oradan gələn gəlir də həmin o obyektin, belə deyək ki, ya işçilərinin sosial maddi rifahının yaxşılaşdırması istiqamətinə xərclənə bilər. Həm deyək ki, onların ola bilər ki, nəsə bir təmirə ehtiyacı olan hissə var, ona xərclənə bilər. Yəni, sahibkarlıq fəaliyyətində bu deməkdir. Məsələn, biz təhsil haqqında qanun keçəndə orada deyir ki, hər bir təhsil müəssisəsi sahibkarlıq fəaliyyətə məşğul ola bilər. Yəni, təhsil müəssisəsinin daxilində ödənişli kurslardır, ödənişli dərnəklərdir, ödənişli sərgilər keçirilə bilər. Elə bu da ilə o sahibkarlıq fəaliyyəti məhz o nədir? Hər hansı bir mədəniyyət müəssisəsi, yəni kitabxana, muzey və s. yəni sahibkarlıq fəaliyyətinə məşğul. Yəni bu qanunda bu var. İndi həmin o belə deyək də o təsisatlara icazə verirlərmi, vermirlərmi? Yəni bu işin başqa tərəfidir. Amma yəni mədəniyyət haqqında qanunda var ki, yəni hər bir mədəniyyət müəssisəsi elə deyək ki, kitabxanalar da orada götürməklə yəni sahibkarlıq fəaliyyətinə məşğul ola bilər.
Belə. Yəni başa düşdünüz bunu? Hə, mən başa düşdüyüm tərzdə deyə bilərəm. Zəhmət olmasa görün düzmü başa düşmüşəm. Buyurun. Baxın, bizdə bu Şəkidə Xan Sarayı tərəfdə Diyarşünaslıq muzeyi var. Biz əksərən ora gedirik. Demək, orada yay fəslində ki, bu turistlər gəlir, onlar çəkdikləri rəsmlərdir, toxuduqları əl işləridir. Onlar dövlətin müəssisəsində işləyirlər, ancaq onu qoyub orada sərgiləyib, hətta onu sata bilirlər. Maşallah odur da elə. Odur da, elə odur da. Aydındır. Bəli, Məsəl üçün odur. bizdə mədəniyyətdə dərnək var. Onu əgər pullu eləyə bilsək, yəqin ki, odur. Başa Bəli, düşdüm. maşallah odur. Aydın. Bəli, odur. Və məsələn deyək ki, sizdə indi mədəniyyət kitabxanasıdır, düzdür? Deyək ki, məsəl üçün ola bilər, əl işləri ola bilər. Orada kitabxanaya gələn oxucular həm o əl işlərini ala bilər. Oradan artıq siz sahibkarlıq fəaliyyətə məşğul olursunuz da, oradan artıq pul qazanırsınız və həm də gəlib orada kitabları oxuyurlar, nə bilim məlumat alırlar və s. Aydındır. Yəni bu deməkdir. Yəni sahibkarlıq Aydındır. Bəs qazanılan pul həmin kitabxanaya pulu dedim. xərclənir. Bəli, qazanılan pulda əgər qalıb artıq o rəhbərin insafına. İndi ya cibinə qoyub özünə təzə maşın alacaq, ev alacaq, maşın dəyişəcək. Ya da ola bilər ki, indi kitabxanamı mı deyim, o müəssisənin mi, bu maddi texniki bazamı, infrastrukturun yenilənməsi, nə bilim orada olan indi ola bilər kimlərinsə bayaq dedim də, yəni ola bilər indi maddi cəhətdən biraz imkanı zəif olan ailələrə mi, kömək mi, yaxud işçilərə yardım mı, bu formada həyata keçirilə bilər. Aydındır, çox sağ olun. Siz də sağ olun. Sonra gəlirik, burada var idi ki, mədəniyyət sahəsində deməli məlumat azadlığı. Ümumiyyətlə, məlumat azadlığı deyəndə burada yəni biz deyirik ki, Azərbaycan Respublikası demokratik, unitar, suveren, müstəqil bir dövlətdir. Yəni burada Azərbaycan Respublikasının konstitusiyasında da bu təsbit olunub ki, yəni hər kəsin söz, vicdan, mətbuat azadlığı, bu hüquqlar var. Və təbii ki, mən çox uzatmaq istəmirəm bu qanunda. Yəni mədəniyyət haqqında da bu məsələlər var ki, bəli, mədəniyyət sahəsində hər kəsin mədəniyyət sahəsində istədiyi məlumatı axtarma hüququ var, əldə etmə hüququ var, ötürmə hüququ var, hazırlama hüququ var, yaymaq azadlığı vardır. Amma yəni bu da təbii ki, qanun çərçivəsində. Yoxsa elə sən durub mən deyək ki, məsəl üçün hər hansı bir mədəniyyət obyekti haqqında, müəssisəsi haqqında iftiralar orada yayım və yaxud deyək ki, xoşa gəlməz məlumatların verilməsi bu təbii ki, qanunla ziddir. Aydındır. Ona görə belə bir məsələlər təbii ki, yol verilməzdir. Və gəlirdi sonra mədəniyyət sahəsində fəaliyyət istiqamətlərinə. İndi deyin görün, bəs mədəniyyət sahəsində fəaliyyət istiqamətlərinə nələr daxildir? Ümumiyyətlə, burada əsas məsələ nədən gedir? Ümumiyyətlə, mədəniyyət sahəsində fəaliyyət istiqamətləri. Nələr daxildir mədəniyyət sahəsində fəaliyyət istiqamətlərinə? Bilərəm. Deyin Leyla xanım, buyurun. Milli mədəni irsin qorunması, təbliği, təşkili, ondan sonra milli mədəni irsin qorunması, sonra belə deyim, maddi və qeyri-maddi mədəni irslərin qorunması. Sonra təbii irsin qorunması, təbliği, təşviqi var idi. Teatr, konsert fəaliyyəti var idi. Aydındır. Sonra yaxşı, Vəfa xanım, davam eləyin siz. Deməli, burada əlavə var, audiovizual əsərlərin yaradılması, sonra kinematografiya sahəsi var, sonra kulinariya fəaliyyətləri var, mədəni asudə vaxtın təşkili var, estetik tərbiyələr var burada, mədəniyyət və incəsənət sahəsində təhsil fəaliyyəti var, sonra muzey və qaleriya istiqaməti var, mədəniyyət sahəsində elmi tədqiqat istiqamətləri var, sonra mədəniyyət mərkəzləri, klublar var ki, bunların öz istiqamətləri var, istiqamət fəaliyyətləri var. Sonra mədəniyyət sahəsinin folklor yaradıcılığının təbliği var.
qastrolların təşkili, nə bilim, ədəbi yaradıcılıqlar, maarifləndirmə, təbliğat, sonra yəni bütün mədəniyyət sahəsinə aid olanlar hamısı gedir mədəniyyət sahəsinin fəaliyyət istiqaməti, mədəniyyətə aid. Bax, biz bugünkü dərsimizdə, yəni mən düz hamısını vermişdim, sadəcə dediniz 20 maddə. Yəni 20 maddəni biz müəyyən qədər indi düzdür. Şəxslərlə kimlər ki müzakirəyə qatıldı, həmin şəxslərlə müzakirə etdik. Və növbəti dərs olaraq elə 20-dən ta ki axıra kimi, yəni orada elə deyək ki 53, 54, 55, 56, 57-ci maddələr elə də önəmli deyil. Ta ki deyək ki bir 51, 52-ci maddəyə qədər. Yəni axıra kimi də verirəm. Yəni onu da gələn dərs üçün inşallah öyrənib müzakirə eləyəcəyik. Və bu bugünkü dərslə bağlı, yəni bu müzakirə etdiyimiz məsələlərlə bağlı. Kimsə çəkinməsin, utanmasın, yəni ehtiyac yoxdur ona. Yəni sizin əsas işiniz öyrənməkdir. Mənim də vəzifəm nədir? Yəni borcum da sizə dərsi izah etməkdir. İndi kimin desə bugünkü mövzu ilə bağlı ilk 20 maddədən söhbət gedir ha. Mən 20 maddədən o tərəfi demirəm. Birdən 20-ci maddəyə qədər. Kimin başa düşmədiyi bir cümlə varsa, söz varsa, nəsə bir anlaşılmayan məqam varsa, desin, izah eləyim. Sonra elə olmasın ki, siz də ödəniş eləyirsiniz, dərsə qatılırsınız, əziyyət çəkirsiniz, biz də əziyyət çəkirik də. Buyurun Vəfa xanım. Hüseyn müəllim, mənim bir sualım var. Bax, bu biz mədəniyyət sahəsində fəaliyyət istiqamətləri ki dedik. Məsəl üçün, kitabxana olaraq bizə nazirlikdən əmr gəlir, elə bil regionalar, regionaldan da bizə ki, məsəl üçün, narkomaniyaya qarşı Bəli. mübarizə haqqında gəncləri məlumatlandırır, nə bilim, hansısa şairləri, yaradıcıları, bunları daimi gündəmdə saxlayır. Bunlar da istiqamət fəaliyyəti gedir də, fəaliyyət. Bəli, onlar fəaliyyət istiqamətləridir. Hətta onlar əsassız bilirsin nəyə belə deyək də fokuslanmaqdır. Artıq yəni hər hansı bir belə deyim də maarifləndirici bir tədbir olaraq, yəni artıq o Mədəniyyət Nazirliyi tərəfindən regional idarələrə göndərilən, yəni hər hansı bir şairimiz, biz deyək ki, indi bu dəqiqə Bəxtiyar Vahabzadənin yubileyidir də, 100 illiyidir. Yəni onunla bağlı belə deyək ki, tədbirlərin həyata keçirilməsi var və yaxud deyək ki, məsəl üçün, deyək ki, Yusuf Məmmədəliyevin yubileyidir, onun keçirilməsinə bağlı prezidentin sərəncamıdır, aydındır. Və yaxud nə ola bilər ki, məsəl üçün, qarşıdan 8 noyabr Zəfər günü gəlir, onun 5-ci il dönümüdür. Onunla bağlı tədbirlər. Artıq belə deyək də, o yəni tədbirlər planı olaraq, yəni fəaliyyət istiqamət olaraq seçilir də, belə deyək. Yəni o istiqamət seçilir və o istiqamət üzrə də müxtəlif aidiyyəti orqanlara, təşkilatlara, yuxarı instansiyalardan, yuxarı nazirlikdən belə deyək də məlumatlar verilir və onlar da bu prosedur qaydalara əsasən işlərini edirlər, həyata keçirirlər. O belə, deməli... Sağ olun. Bir sualım da var, üzr istəyirəm. Buyurun, deyin. Demək, mən bu günləri ümumiyyətlə neçə gündür kitabı oxuyuram, baxıram ki, ancaq bunu əzbərlə bir kitabı necə əzbərləyib qutarmaq olar, həqiqətən adamın gözü qırılır. Amma bugünkü dərsimizdən mən baxdım ki, demək, sadəcə hamısını əzbərə bilməli deyilik də, biz bunları başa düşdüksə, testini görərkən, cavab verə biliriksə, siz sual verərkən biz onu düşünüb məntiqimizlə cavab verə biliriksə, bəs eləyir. Çünki burada var, məsəl üçün, 20-ci maddənin 1-ci bəndi, 20.1.4, bunları əzbərləməyə ehtiyac yoxdur da, eləmi? Bəli, ehtiyac yoxdur. Bəli, ehtiyac yoxdur. Çünki gözümüz qırılır, istər-istəməz qorxuruq ki, ay Allah, oxuyursan, əzbərdən sırayla yadımızda qalmır. Ona görə də zəif oluruq. Bəli, elədir. Deməli, indi mən sizə belə deyəm, onsuz düzdür, gələn dəfə, keçən daha doğrusu dərs mən sizə bu bütün maddələri axıra kimi izah eləmişdim. Sadəcə yenə də bir ümumi olaraq bir 3-4 dəqiqə vaxtımız qalıb, onu deyim ki, yəni axıra kimi.
Yəni bunları öyrənəcəksiniz. Yəni 21-ci maddədən ta ki axıra kimi olan məsələlərdir. Ümumiyyətlə burada yenə deyirəm, çətin bir məsələləri yox. Yenə də burada mədəniyyət sahəsində ümumiyyətlə mədəni sərvətlər, mədəni sərvət deyəndə nə başa düşürük? Bundan başqa mədəni irs nümunələri, daşınmaz mədəni irs, sualtı mədəni irs, qeyri-maddi mədəni irs və bunlar yadınızdadırsa elə bayaqları elə ilk girişdə Leyla xanım deməli məlumat verdi bunlar haqqında bizə. Yəni bunlar mədəniyyət haqqında Azərbaycan Respublikasının qanununun 1-ci maddəsində deməli ümumi müddəalar bölümündə vardır. Sadəcə burada da maddələr olaraq geniş şəkildə məlumatlar verilib və həmçinin mədəniyyət sahəsində qadağalar, ümumiyyətlə bu müvafiq maddədə öz əksini tapıb ki, ümumiyyətlə mədəniyyət sahəsində qadağalar deyəndə, yəni belə deyək də, mədəniyyət sahəsində hansı hərəkətlərə yol verilmir? Yəni burada mədəniyyət sahəsində zorakılığın, narkomaniyanın təbliği ola bilər. Nə bilim deyək ki, hər hansı Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, yəni zərər vura biləcək hər hansı bir mədəniyyət təsisatlarına, belə deyək də, zərər vura biləcək hər hansı bir təbliğatın aparılmasına yol verilməməlidir. Bundan başqa deməli mədəniyyət sahəsində həmçinin beynəlxalq əməkdaşlıq var ki, yəni əsas belə deyək ki, istiqamətlərdən birini bu təşkil edir. Beynəlxalq əməkdaşlıq deyəndə belə deyək də, bu Azərbaycan Respublikasının yəni dövlət siyasətinin əsas prioritet istiqamətidir. Yəni dövlətin belə deyək ki, bu mədəniyyət təsisatlarımızı, mədəniyyət nümayəndələrimizi, mədəniyyətimizi xarici dövlətdə təbliğ etmək üçün hansı istiqamət addım atırıq, hansı istiqamətləri atırıq ki, yəni bu kimi məsələlər belə deyək ki, burada öz əksini tapmış. Həmçinin belə deyək də, əsas istiqamətlər nədən ibarətdir? Bu beynəlxalq əməkdaşlığının burada mədəniyyətlər arası dialoqdur, nə bilim deyək ki, qabaqcıl texnologiyaların, təcrübənin, beynəlxalq təcrübənin yəni öyrənilməsidir. Ola bilərdi deyək ki, məsəl üçün kitabxanalarla əməkdaşlıq, məsəl üçün. Deyək ki, hər hansı beynəlxalq kitabxana ilə deyək ki, Koreya Respublikasının kitabxanasının əməkdaşlıq sahəsində bəli, deyək ki, Azərbaycanın müəyyən kitabxanaları onlar əməkdaşlıq qururlar, müəyyən addımlar atırlar. Həmçinin belə deyək də, yəni yeni texnologiyalardan istifadədir. Yəni bütün bunlar məhz əsas məsələ də ondan ibarətdir ki, məhz mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq, yəni müxtəlif şəxslərin həm də biliklərinin, bacarıqlarının, təcrübələrinin yəni öyrənilməsi, yəni bunların həm beynəlxalq təcrübənin öyrənilməsi, belə deyək ki, yəni mübadilənin aparılması, bütün bu məsələlər yəni əsas belə deyək ki, beynəlxalq sahədə əsas istiqamətləri təşkil edir. Və həmçinin xarici dövlətlərdə biz dedik ki, mədəniyyət fəaliyyəti də vardır ki, bəli, yəni Azərbaycan Respublikası xarici dövlətlərdə mədəniyyət təsisatları qura bilər, belə deyək ki, bu işləri həyata keçirilə bilər ki, bəli, yəni bunlar da məhz belə deyək ki, dövlətin əsas istiqamətləri sayılır. Yəni belə ümumi yəni sizə bu haqda yəni məlumat verdim və yenə deyirəm, yəni bunları ətraflı şəkildə inşallah 6-cı gün olacaqdır dərsimiz. O vaxta kimi öyrənirsiniz, oxuyursunuz və deməli dərsdə də yenə də qoşulanda da yenə biz bunu bu mövzunu müzakirə eləyəcəyik və çalışın ki, hamı müzakirədə iştirak eləsin. Başa düşmədiyiniz yenə deyirəm, hissi olanda dərsdə də sual verə bilərsiniz, dərsdən sonra da verə bilərsiniz, dərsdən əvvəldən isə hansı vaxt rahatdırsa öz suallarınızı çəkinmədən verə bilərsiniz. Mən də yəni mövzularla bağlı verilən bütün sualları cavablandırmağa hazıram. Belə, indi 1-2 dəqiqəlik vaxtımız var, yəni mən növbət dərsə qoşulacağım. Əgər sualınız varsa, buyurun, dinləyirəm sizi.
Hüseyin müəllim, Buyurun. bu sizin verdiğiniz PDF testlərdən başqa ümumiyyətlə test blankı falan yoxdur da bu sahədə yəqin ki. Yox, bu sahədə yox Vəfa xanım. Bu sahədə çox qütdür. Yəni hələ bu mövzular biz onları əldə eləmişik. Siz Aydındır. görürsünüzsə, bu yəni bu böyük işdir. Aydın. Buyurun. Onu demək istəyirdim ki, müəllim razı qaldınız. Siz də əvvəl bizdən razı qaldıqsa biz daha da ruhlanırıq da, əməl Yəni belə deyim də, indi mən cavab verənlərdən razı qaldım, amma cavab verməyənlər də indi neyniyim də cavab vermək istəməyənləri mən məcbur eləyə bilmərəm ki. Yəni siz Vəfa xanımdır, indi Gülzar xanım məlumat verdi, Mətanət xanım məlumat, amma yerdə qalanlar da yəni neynəmək olar? Yəni dinləyici kimi qatılıblar da. Yəqin ki, bəlkə onlar o formada dinləyib öyrənəcəklər. Yəni inşallah çalışın ki, gələn dərsdən hamı müzakirələrdə aktiv iştirak eləsin. Allah Oldu. Sağ olun, gecəniz xeyrə qalsın.